Herkese salam. Bildiğiniz kimi Soyuq Əllər, İsti Ürəklər yarmarkası hər il olduğu kimi bu ildə start verdi. Və biz də təbii ki, uşaqlarla həm YouTube çəkmək üçün, həm də yeni təamların dadına baxmaq üçün getdik. İlk ünvanımız keçən ildə çox razı qaldığımız çokolava oldu. Buranın tiramisuları və İzmir bombasından ötürü ürəyimiz gedir. Elə xəyal eləyirdik ki, yarmarka açılsın, gedək yenidən o dadı alaq. İzmir bombasının yeni növləri çıxmışdı. Çiyələkli, böyürtkənli, hətta Dubai şokoladlı, sadəsi. Çox dadlıydı. Mənim arasından ən sevdiyim, nə yalan deyim, sadə İzmir bombası oldu. Amma Rabiə böyürtkənlini sevdi, Məryəm Dubai şokoladlısını sevdi. Əsnad bugün niyəsə iştahsızdı. Daha sonra getdik, bütün şirniyyatların dadına baxdıqdan sonra ikinci stende mini burger stendi. Bunu yarmarka açılandan bu yana TikTok keşfətdə çox görürdüm həddindən artıq. Elə sousa batırıb yeyirdilər ki, deyirdim ora gedən kimi ilk iş o mini burgerləri sousa batırıb yemək olacaq. Və onun da dadına baxdıq. 10 üzərindən 10, yəni çox mükəmməl idi. Sizcə başqa yeni il yarmarkasında nələri sınamalıyıq? Rəylərinizi gözləyirəm.